Bəzəri bu günlərin çox kasıb bir ailəsi sizlərə təqdim eləmək istəyirəm. Və demək, bu günlərin gəlmişəm Tərtər rayonunda ən kasıb bir ailəni sizlərə təqdim edirəm. Kəlbəcərli ailəsidir bu ailə. Seydimli kəndində, məzbul köçkündür. Anam adın soyadı nədir? Könül Hüseynova. Könül Hüseynova. Hə. Çox gözəl. Və sən də şu gəbra, sən də gəbra. Gəbra, xahiş edirəm aidiyyəti olan orqanlardan. Könül Hüseynova. Belədir. Kəlbəcər rayonu kənd sakinisən. Sardaş. Sardaş kənd sakinisən. Və aidiyyəti olan orqanlardan xahişin nədir? Xahiş edirəm, sizə qurban olun. Mənim bu 3 balamın başını soxmağa yer yoxdur. Evim dağılıb, gözüm orada. Bu 3 balaya görə töyük hinində yatıram. Bax, töyük hinində. Bu mənim öz xidmət haqqımdır. Bu xidmət haqqını mən anama balalarıma verirəm. kömək Anala edin. bunu. Bu sənin halal xoşun olsun. Gəbra. Və bu da sənin məktəb pulun olsun. Götür. Sağ ol. Ala bunu. Sağ ol. Sənin Müsal Kəlbəcərin heç vaxt həyatda kasıblardan pul almır. Və biz bazarlığımızı eləyirik. Əllə bəzir. Və Müsal Kəlbəcərli hər zaman bu cür insanların yanındadır. Bazarlığımız qədər mən bu çəkilişi eləyirəm və bu söz verirəm ki, inşallah cənab prezidentimiz və aidiyyəti olan orqanlar inşallah bu ailəyə dəstək olacaqlar. Qadan qalım, Allah da sana kömək Və etsin. inşallah mən də gəlib bunun çayını içəcəm və gözəl mürəbbəli çayını içəcəm. İndi bizim bəzi insanlarımız var ki, o ev düzələndən sonra bloka salırlar, nə bilim cavab vermirlər. Yəqin ki, inanmıram ki, bu ailə elə olar. Allah sana sağlıq versin, Allah ömür versin. Ölüncə.